heç kim gedib pul verib cadu elətdirməz ki, mənim qonşumun inəyi doğsun, 2 balası olsun. Hər halda deyəcək, inəyi doğmasın, mənimki doğsun. O xəstəlikdir onlar üçün. Yaxşı niyyət deyil də, əlbəttə ki. Çatan cadu elib. Bu nədir? Bu lap 3 dənə düyün vurub. İç-içə keçirilən qıfıllar, düyünlənən saplar və daha nələr. Bu, Xəzər dənizinin suyunun geri çəkilməsi nəticəsində Bakı çimərliklərinin birində yaranan mənzərədir. El arasında cadu adlandırılan bu əməllərə bir çox insan inansa da, ona mövhumat kimi yanaşanlar da var. Hərənin bir fikri var, biri birinin evini yıxmaq istəyir, biri birinə paxıllıq edir. Mən uşaqlıqdan inanmamışam. Onlar boş şeydir. Allahdan başqa heç kəsə inanmıram. Düşünürəm ki, insanlar bir-birinin paxıllığını çəkir, ona görə ola bilər. Amma mən şəxsən caduya inanmıram. Bu çox vaxt cahillikdən irəli gəlir mənim fikrimcə də. Yəni insanlar o qədər eşidirlər ki, cadu elədim, belə tutdu, elə tutdu. Ümumiyyətlə caduya inanmıram. Cadu nə olan şeydir ki? Bircə Allahdan başqa heç nəyə inanmıram. İnsanların bunu etdirməkdə məqsədi nədir? Ev yıxmaq, yəqin kimisə qara gününü arzulamaq istəyən. Dinimiz bu məsələlərə birmənalı şəkildə qarşı çıxır. Ancaq buna baxmayaraq, bu bizim xalqın, cəmiyyətin görünür ki, beyninə, inancına tam yeridilmədiyi üçün artıq dənizdən görürsünüz ki, tonlarla qıfıl çıxır, cadu tapılır. Hələ gör bilinməyən yerlərdə torpağın altında nə qədərdir. Qəbirstanlıqlar və s. yerlər doludur. Bax, bu məsələyə görə mən hesab edirəm ki, bizim din xadimlərimiz məsuliyyət daşıyır ki, bunlar başqa, məsələn, cəfəngiyyat söhbətlərdənsə bu cür məsələləri xalqın nəzərinə çatdırmalıdırlar ki, bizim insanlarımız belə məsələlərdən uzaq olsunlar. Təbii ki, cadunun təsiri olub-olmaması məsələsi böyük məsələdir. Onu mən hesab edirəm ki, qısa bir müddətdə burada izahını vermək olmaz. Bunun bir mənalı deyil münasibət. Sehirdir, cadudur. Sonra bu günlərin bilirsiniz ki, ekstrasensliklə məşğul olan insanlardır, cadu açan, özünü adlandıran insanlardır. Bunlar bu düşüncələrini, fikirlərini əsasən dinlə əlaqələndirib, insanların dini heysiyyətindən istifadə eləyərək bu yalançılığa, şarlatanlığa davam eləyirlər. Quranda güya deyir ki, düyünlərə üfrən qadınların şərrindən kimi tərcümələr verilibdilər Quran tərcümələrində. Onda belə çıxır ki, düyünlərə kişilər üfürdüyü zaman bu həqiqətmi olacaq? Ona görə bunu əsaslandırmağa çalışanların əsası yoxdur əslində. Yəni deyirəm, bunun dinlə heç bir əlaqəsi yoxdur. Allah heç bir zaman belə bir məsələnin olduğunu demir. Psixoloqlar isə cadunun varlığına inanmayan insanlara bu kimi əməllərin təsir göstərmədiyini bildirirlər. İnsan öz həyatında, başqasının həyatında dəyişikliklər etmək üçün müəyyən inanc sistemlərindən istifadə edir. Bəzən insanın intellekt səviyyəsi, emosional IQ-su üzləşdiyi situasiyalarla həlli yolunu tapmağa yetmir, kifayət etmir. Ona görə insan müəyyən batil inanclara, əşyavi davranışlara, yəni inanaraq cadularla məşğul olur. İnsanlar bu kimi davranışlarla qarşı tərəfə təsir etmək, qarşı tərəfdə bir dəyişiklik etmək istəyirlər. Çünki baxırlar ki, insanı başqa cürə dəyişdirmək olmur. Kim inanırsa, o cadular o insanlara təsir edə bilir. Sanki psixosomatik əhval pozuntusu yaradır. İnanmayan insanlara isə dünyanın hər hansı bir nöqtəsində yaşayan bir cadugar insan belə heç bir təsir edə bilməz. Görünən odur ki, başqa bir şəxsin azad düşüncəsinə təsir etmək və buna çalışmaq həm dini, həm də sosial psixoloji baxımdan yol verilməzdir. Lakin hər dəfə təkrarlanan mənzərəyə baxdıqda bu qənaətə gəlmək olur ki, dəniz geri çəkildikcə hələ çox sirlər üzə çıxacaq.